Gəlin birinci günün testlərinə nəzər yetirək. Aşağıdakı yaddaş qurğularının hansı informasiyanı uzun müddət saxlamaq üçün istifadə olunur? ROM, Read Only Memory, yalnız oxunan yaddaşdır. Əsasən sistemin işə düşməsi üçün lazım olan sabit məlumatları saxlayır, məlumatları dəyişdirə bilmir. RAM, Random Access Memory, əsas əməli yaddaşdır, yalnız kompüter işləyərkən məlumatları saxlayır. Yəni söndürən kimi məlumatlar silinir oradan. Cache prosesorla RAM arasında müvəqqəti və sürətli yaddaşdır. Tez-tez istifadə olunan məlumatları qısa müddətdə saxlayır. SSD isə Solid State Drive məlumatları uzun müddət saxlaya bilən yaddaş qurğusudur. Sərt disk kimi işlər, ancaq daha sürətlidir. Ona görə də cavab burada SSD-dir. Sonra növbəti sualımız daşına bilən və əsasən gündəlik fəaliyyətlər üçün nəzərdə tutulan kompüter növü hansıdır? Birinci mainframe verilib. Mainframe universal elektron hesablama maşınıdır. Böyük müəssisələrdə, təşkilatlarda istifadə olunur, məlumatların mərkəzləşmiş şəkildə saxlanması üçün. Superkompüterlərdə, onlar da daha yüksək hesablama gücünə malikdirlər. Çox mürəkkəb, belə deyək də, mürəkkəb əməliyyatlar həyata keçirən kompüterlərdirlər. Masaüstü bizim bildiyimiz deməli, klaviaturası, sistem bloku, siçanı və monitoru olan qurğular bir kompüterdir. Bunların içərisində daşına bilən və əsas gündəlik fəaliyyəti üçün nəzərdə tutulan kompüter əlbəttə ki, elə adından da bilinir. Düzüstü kompüterlərdir ki, bunlar da laptoplar, yəni notebooklar, netbooklar. Sonra aşağıdakılardan hansı kompüterə USB portu vasitəsilə qoşulan xarici yaddaş qurğusudur? Əlbəttə ki, bunu biz sizlə bugün təlim zamanında elədik. Flash kartları daxil elədik USB portu ilə də, yəni həmin o girişdən daxil elədik. Onlayn saxlama drive'lar, bunlar bulut yaddaşlarıdır. RAM-la da ROM-un nə olduğunu artıq sizlə aydınlaşdırdıq. Ona görə də cavab burada flash yaddaş qurğusudur. Mətn və simvolları kompüterə daxil etmək üçün hansı qurğudan istifadə olunur? Printer nədir? Printer informasiyanı kağıza və ya digər daşıyıcıya çap edən bir cihazdır. Monitor kompüterdə olan görüntüləri ekranda göstərən bir cihazdır. Siçan isə daxil etmə qurğusudur. Yəni bizim əmrlərimizi kompüterə ötürür. Klaviatura isə bildiyimiz kimi o da kompüterin daxil etmə qurğusudur. Amma onun köməyi ilə biz mətnləri, simvolları daxil edə bilirik kompüterə.